Bugün Azərbaycanda şəhid ailələri, qazilər, müharibə iştirakçılarının sosial müdafiəsinin təmin edilməsi, mənzil məişət problemlərinin həll olunması, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Respublikamızın hər yerində olduğu kimi, Qusar rayonunda da əhalinin həssas təbəqəsini təşkil edən şəxslər qayğı ilə əhatə edilmiş, onlarla mütəmadi olaraq görüşlər keçirilərək problemlərinin həlli istiqamətində işlər görülür. Martın 19-da Qusar rayon icra hakimiyyətində icra başçısının şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə növbəti görüşü keçirilib. Görüşdə Milli Məclisin deputatı Azər Badamov, rayon icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, müvafiq idarə, müəssisə rəhbərləri iştirak ediblər. Əvvəlcə şəhid övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşü giriş sözü ilə açan Qusar rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov, görüş iştirakçılarını Novruz və qarşıdan gələn Ramazan bayramları münasibəti ilə təbrik edərək onlara xoş arzularını çatdırıb. İcra başçısı şəhid ailələrinin təminatı, həyat şəraitinin yaxşılaşdırılması, problemlərinin həlli istiqamətində həyata keçirilən dövlət siyasətindən göstərilən diqqət və qayğıdan söz açıb. Hər zaman onlara dəstək olacağını bildirən rayon rəhbəri şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Ev növbəsinin qeydiyyatında olan Azərbaycan Respublikasının ərazi bütövlüyünün və konstitusiya quruluşunun qorunması ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin, şəhid ailələrinin və imtiyazlı digər şəxslərin mənzillə təmin edilməsi üçün inşa ediləcək binanın sənədləşmə işlərinin yekunlaşmaq üzrə olduğunu bildirən icra başçısı daha sonra onların müraciətlərini dinləyib, problemlərinin həlli istiqamətində tapşırıqlarını verib. Şəhid analarımızın adından bayramlarınızı təbrik edirəm. Həm Novruz bayramımızı, həm Ramazan bayramımızı xeyirli, uğurlu olsun. Mən hələ ilk gündən uşağımın məzarın üstünə gələndə də sizdən bir şəhid anası kimi xahiş etmişdim. Bugün də xahiş edirəm ki, əgər mümkünsə mənə imkan daxilində yardım edin. Mən istəyirəm Qusar rayonunun Suvacal kəndin tam orta məktəbinə mənim şəhid balamın adı gəlsin. Yəni o onun öz vəsiyyəti olub. Mən də sizdən yenə də bir daha artıq dərəcədə xahiş edirəm, dünən rica edirəm. Sizin qapınıza gəlmişəm, sizə sığınmışam. İmkan daxilində mümkünü varsa mənə bir yardım edərdiniz. Heç kimsə məni incitməyib, mən heç bir qapıya heç nə üçün getməmişəm. Valla sağ olsunlar, gedənlər də əl-boş qaytarmayıblar. Xahişim budur, o mənim balamın vəsiyyətidir. İstəyirəm ona görə mənə yardım edəsiniz. İki oğlum 44 günlük müharibədə iştirak eləyib. Həm şəhid qızıyam, həm şəhid anasıyam. Siz bilirsiniz, Sahir müəllim bunu. Böyük oğlumun medalları hələ də qaytarılmayıb. Azər müəllimin də xəbəri var. Ona görə biz həmcan qulardıq. Feyruz Qayıtmazov, F Production, Qusar.